Şərqi Zəngəzur Regional Məşğulluq Filialı, Qarabağ Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi peşəsi üzrə növbəti hazırlıq kursu təşkil edilib. Kursa 48 müdavim cəlb edilib. Hazırlıq kursunu uğurla başa vuracaq şəxslərin işlə təminatına dəstək göstəriləcək. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Bakı Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Şərqi Zəngəzur İqtisadi rayonunda məzunlar üçün iş imkanları və təcrübə proqramlarının icrası barədə müzakirələr aparılıb. Birgə əmək yarmarkasının təşkili ilə bağlı razılıq əldə olunub. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocalı rayonunun Şuşa kənd və Təzəbinə, Ağdərə rayonunun Vəngli kəndlərinə köçürülmüş sakinlərlə görüşüblər. Görüşlərdə sakinlərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, ərazi üzrə məşğulluq imkanları barədə məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialı ilə Xocalı rayonunda GMC AF MMC, Qaya restoranı, Xocavənd rayonunda Agromix Yağ Emal Zavodu, Vətən Bağ restoranı, Xankəndi şəhərində isə Qoçət və Eyvan restoranlarının nümayəndələri arasında görüşlər keçirilib. Görüşlərdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri özünü məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş Xocalı rayonunun sakinləri ilə görüşüblər. Nümayəndələr sakinlər üçün yaradılmış şəraitlə tanış olublar, onlara qurduqları təsərrüfatları genişləndirmək üçün yararlana biləcəkləri dəstək tədbirləri barədə məlumat verilib.